Əhmədov Fəxrəddin İsavoğlu. 1988-ci il sentyabr ayının 18-də doğma atamın evindən didərgin düşüb Şuşaya çıxdıq. Yenidən oradan çıxdıq. Rayonlarda tanış evində, nə bilim bağçalarda, orada burada yaşaya getdik çıxdıq Bakıya. Bakıda da Binəqədi rayonunun 7-ci mikrorayonunun 4 saylı yataqxanasında məskunlaşdıq. Bu ilin avqust ayının 14-də bizi doğma evimizə köçürtdülər. Dövlətimizdən çox razıyam, dərin minnətdarlığımı bildirirəm. Məni bura qaytaran şəhidlərimizin qanıdır. Onların qanına qurban olum. Allah onlara rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Prezidentimizi dövlətimizin üstündən əski etməsin. Onun yumruğu sayəsində biz bu torpaqlara qayıtdıq. Əhmədova Səadət. 38 ildə çıxmışıq. İndi Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə dəyməsin, prezidentimizi qorusun, ordumuzu qorusun. O şəhidlərimizin qanı baxasına biz bu torpağımıza qayıtmışıq. Evimizin şəraiti yaxşıdır, hər şey qaydasında, suyu, işığı, qazı çox yaxşıdır. Mən ora gedəndə 31 yaşım vardı, 31-dən çıxanda, indi 70 yaşın içindəyim. Qonşular gəlsin, hamı gəlsin, eltilərim gəlsin, qaynarım da rəhmətə gedib, balaları var, nəvələri var. İstəyərəm ki, hamı gəlsin, hamı qayıtsın.